Tez-tez kolbasa və sosisika yeyən uşaqlarda hansı xəstəliklər yaranır? Kolbasalar və sosisikalar bilirsiniz ki, işlənmiş ət məhsullarıdır və bu məhsulların tərkibində çoxlu miqdarda yağ, duz, kimyəvi maddələr və dadlandırıcılar var. Əslində dadı gözəl olsa da bu məhsullar insan orqanizminə, özəlliklə də uşaqlara çox zərərlidir. Tez-tez kolbasa və sosisika yeyən uşaqlarda ən çox rast gəlinən problemlər isə bunlardır. Mədə ağrısı, qəbizlik, iştahsızlıq, immun sisteminin aşağı düşməsi, allergiya, diabet, hətta uzunmüddətli istifadəsi xərçəngə belə səbəb ola bilir. Ümumdünya Səhiyyə Təşkilatı kolbasa və sosisikaları kanserogen qidalar siyahısına daxil edib. Yəni siz bu qidalardan çalışın ki, uzaq durasınız. Əgər övladınız bu cür zərərli qidaları sevirsə, yəni sağlam qidalara qarşı iştahsızlıq problemi yaşayırsa, bu problemi trimetavir şərbəti ilə aradan qaldıra bilərsiniz. Trimetavir şərbəti tərkibindəki siproheptadin maddəsi hesabına iştahı yaxşılaşdırır. Siproheptadin maddəsi isə bildirim ki, təhlükəsiz sınanmış bir maddədir. Bu maddə baş beyin səviyyəsində iştah mərkəzini oyadaraq 30 dəqiqədən sonra uşağın acmasına səbəb olur. Tərkibindəki B qrup vitaminləri isə maddələr mübadiləsini sürətləndirir, qan yarama prosesinə dəstək olur, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, düşünmə və qavramaya da dəstək olur. İştahsızlıq problemini aradan qaldıran trimetavir şərbətini bütün apteklərdən əldə edə bilərsiniz.